Bəzən özəl müəssisələrdə işin gedişindəki nöqsanlara, gecikməyə, digər səbəblərə görə işçilərin maaşlarından tutulma halları ilə rastlaşırıq. Hətta bunu qaydaya çevirən və əvvəlcədən işçilərin diqqətinə çatdıran işə götürənlər də az deyil, təəssüf ki. Tutulmaların məbləği isə müəssisədən, maaşın məbləğindən baş vermiş hər hansısa bir hallardan asılı olaraq dəyişə bilir. Bəs qanunla işçinin maaşından bu səbəblərə görə tutulma ola bilərmi? Hüquqi tərəflərinin də və təbii ki, qanunvericilikdə digər məqamlar var. İşçinin hüquqlarını da müdafiə edən sahə ilə üzərində də bir qədər danışacağıq. Görək, əslində qanunvericilik nə deyir? Vətəndaşlarımız nədən xəbərsizdilər? Öz hüquqlarını müdafiə edə bilirlər əslində bu mövzuda? Müzakirə edək qonaqlarımızdan ilkin olaraq. Studiyada həm söhbətimiz var, onu sizə təqdim etmək istəyirəm. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Xalidə Bayramova bizimlədir. Xoş gəlmisiniz Xalidə xanım. Sağ olun, xoş gördük sizi. Və digər bir həm söhbətimiz isə hazırda canlı bağlantıda bizi gözləyən hüquqşünas Emil Aslanovdur. Sizi də salamlayıram Emil bəy. Salam. Emil bəy, qanunvericiliyə əsasən işə götürən işçinin əmək haqqından hansı hallarda ödənişlər tuta bilər? Hüquqi tərəflərini bir qədər sizdən alaq. Deməli, belə deyək ki, əmək haqqından tutulmalar deməli, Əmək Məcəlləsi ilə tənzimlənir və 175-ci maddədə qeyd edilir ki, deməli, əgər hər hansı bir banka, digər şəxsə borcu olan şəxsin əmək haqqından tutulmalar, yəni onun işçinin yazılı razılığı ilə yol verilə bilər, yaxud da əmək haqqından tutulmalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədi üzrə tutulmalara yol verilə bilər. Yəni, digər, belə deyək ki, icra qurumunun və ya notarial qaydada icranı yönləndirməklə bunlar tutula bilər. Amma işə götürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız belə deyək ki, vergilər, sosial sığorta haqları, digər icbari ödəmələr, bundan əlavə olaraq qeyd elədiyim kimi qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri üzrə müəyyən edilmiş məbləğ tutula bilər. Bundan əlavə işə götürənə işçinin təqsiri üzündən ona artıq belə deyək, aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği tutula bilər. Bundan əlavə olaraq, məsəl üçün, işçiyə məzuniyyət pulu verilibdir və məzuniyyətdən çıxıb, amma bir ili bitənədək işdən çıxdığı halda məzuniyyətinin işlənməmiş günlərinə düşən məzuniyyət pulunu onun əmək haqqından tutmaq hüququna malikdir. Bundan əlavə, məsələn, ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış məbləğ tutula bilər və ya işçinin mühasibatlıq vəzifələrini icra edərkən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər deməli, tutula bilər işçinin əmək haqqından. Yəni, əsasən bu qaydalarda işçinin əmək haqqından hansısa məbləğlər tutula bilər. Yalnız... Amma bütün bunlar belə görünür ki, Emil bəy, yəni hansısa bir işçinin səhvi ucbatından olan bir səhvlər deyil. Yəni, burada təbii ki, bir insan tənbihləri də olacaq. Buna bir qədər sonra sizdən yenə soruşacağım bu məsələni. İstəyirəm, Xalidə xanım, sizin də bir fikrinizi alaq. Yəni, belə bir məqamda təbii ki, bununla üzləşən vətəndaşlarımız böyük ehtimal var və bununla bağlı sizə müraciətlər də olub deyə düşünürəm. Siz bir qədər situasiyanı bizlə bölüşəsiniz. Mən hər kəs salamlayıram. Əlavə etmək istirdim müəllimin dediklərini. Bu əmək haqqından, ümumiyyətlə işçinin əmək haqqından müvafiq məbləğlər yalnız işçinin razılığı ilə və qanunvericilik icra sənədləri ilə, qanunvericilik nəzərdə tutulmuş icra sənədləri əsasına tutulur. Müəllim sadaladı, yəni 175-ci Əmək Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir işə götürən sərəncamı ilə əmək haqqından tutulmalar və mən bir neçəsini əlavə edəcəm o sıraya. Məsələn, Həmkarlar İttifaqı Təşkilatının üzvü olan işçinin əmək haqqından mühasibatlıq tərəfindən müvafiq məbləğlər tutulur və 4 iş gün müddətində həmin müəssisənin Həmkarlar İttifaqı Təşkilatının xüsusi hesabına köçürülür. Və həmçinin də əgər müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulduğu hallarda müəyyən məbləğlər əmək haqqından tutula bilər. Və bu tutulma prosesində işə götürən
müəllimin qeyd etdiyi kimi, məsələn, xidməti ezamiyyətə göndərilmiş işçiyə əlavə avans olaraq ezamiyyə xərci verilib. Ezamiyyətdən qayıtdıqdan sonra həmin o avans işlədilməyib və geri qaytarılmayıbdır və yaxud da hər hansı bir mühasibat ehtiyatsızlığı nəticəsində artıq verilmiş məbləğlərin qaytarılması müddəti müəyyən edilərkən, həmin müddətin müəyyən edildiyi tarixdən bir ay müddətinə mühasibatlıq tərəfindən həmin o borc tutula bilər. Müddət keçdi. Aha. Onda nə olur? Tutula bilməz. Tutula bilməz. Haqqı Yəni, yoxdur. Yəni bir aylıq müddət müddətdir. Bəli, müəyyən müddət müəyyən edilir və bir aydan keçdikdən sonra o məbləğlər tutula bilməz. Və eyni zamanda işə götürən tərəfinə əmək müqaviləsində müəyyən edilmiş əmək haqqından əlavə olaraq işə götürən əlavə əmək haqqı verirsə artıq məbləğdə və yaxud müvafiq qanunların və yaxud normativ hüquqi haqların tətbiqi zamanı, səhv tətbiqi zamanı artıq məbləğ işçiyə köçürülübsə, onun tutulmasına ümumiyyətlə icazə verilmir. Aha, yəni geri qaytarma heç bir aylıq müddət də istənilmir burada? Orada da müddət istənilmir. Çünki artıq məbləğdə verilibdir. Müəyyən edilmiş müəyyən məbləğdən artıq ödənilibdir və müvafiq qanun, normativ hüquqi haqlar mühasibatlıq, yəni işə götürən tərəfindən səhv tətbiq edildiyi nəticəsində artıq cərimə də onu həyata keçirən şəxsin yəqin ki, əgər aşkarlanırsa, təqsirkar. Davam edəcəm Xalidə xanım, sizlə də müzakirəmizə istəyirəm. Emil bəyə yenə də bir sual verim. Bəli, bu arada intizam tənbihlərindən də istəyirəm bir qədər danışaq. Emil bəy, əgər yəni bu qanunvericilikdə varsa, yəni daha doğrusu müqavilədə varsa, belə bir şeyi tətbiq eləyə bilərlərmi? Yoxdursa qanunsuzdur ümumiyyətlə? Təbii ki, burada əgər işçi işə gecikirsə, ya indi 1 dəqiqə, 5 dəqiqə, 3 dəqiqə, təbii ki, bunun özlərinin sərəncamı əsasında, yəni özlərinin qərarı əsasında işçinin maaşından tutulma kimi qiymətləndirilə bilməz. Bu bir mənalı olaraq burada qanun pozuntusudur. İndi onu sadalayaram mən sizə. Mən belə deyim ki, əgər işçi öz normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmirsə, hüquqlarından sui-istifadə edirsə, yaxud əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmirsə, bu hallarda intizam məsuliyyətinə işə götürən işçini cəlb edə bilər və ya digər məsuliyyətə cəlb edə bilər. İntizam məsuliyyətlərində də bildiyiniz kimi töhmətdir, sonuncu xəbərdarlıqla şiddətli töhmətdir. Bundan əlavə olaraq, məsələn, işdən çıxarmadır, kollektiv müqavilələrdə əgər nəzərdə tutulubsa, bu hallarda onun cərimə edilə bilər və o aylıq əmək haqqından 1/4 hissəsi tutula bilər. Amma bu da çox belə əsaslı bir qərardır ki, yəni kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, bu halda onun əmək haqqının 1/4 hissəsi tutula bilər, onun işə gecikməsi və ya iş üzrə öhdəliklərini yerinə yetirmədikdə. Amma onu da qeyd edək, əgər müqavilə şərtlərində, kollektiv müqavilə şərtlərində bu hal nəzərdə tutulmayıbsa, bu halda işçinin hansısa əmək haqqından işə götürən tərəfindən öz xeyirlərinə əmək haqqından tutulmalar mümkün deyil. Bununla bağlı da İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində deməli cəzalar nəzərdə tutulub ki, 192-ci maddənin deməli əmək qanunvericiliyi pozulmasından bağlı qeyd edilir ki, işçinin əmək və ya məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyi nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ya ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən deməli nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər belə olan halda 700 manatdan 1500 manata qədər cərimə edilə bilirlər. Ona görə də yəni bu hansısa bir şirkətmi deyək və ya hər hansı bir orqan mı deyək, işçinin 1 dəqiqə hansısa bir tıxaca görə, ya 5 dəqiqə və ya 15 dəqiqə gecikməsinə görə belə bir qərar özü qəbul edə bilməz ki, sən gecikdiyinə görə mən sənin əmək haqqından hansısa bir məbləğdə pul tuturam. Yəni bunun özü artıq məsuliyyətdir. Təşəkkür edirəm Emil bəy. Hüquqi sahədən bizi də məlumatlandırdığınız üçün bir daha xatırladım. Hörmətli tamaşaçılar, hüquqşünas Emil Aslanov bizimlə canlı bağlantıdaydı. Xalidə xanım, sizlə istəyirəm müzakirəmizi davam etdirək. Düzdür, qeyd etdi Emil bəy ki, burada müəyyən qurumlar işə götürənlər tərəfindən bəzi hallarda qanunsuz hərəkətlər də biz görürük.
Hər iki tərəfdən istəyirəm biraz danışaq. Düzdür, ilkin olaraq işçilər tərəfindən, yəni əmək hüquqlarının pozulan şəxslərin müraciətindən danışaq. Yəni əmək müfəttişliyinə bununla bağlı müraciət olubmu və ümumiyyətlə əmək müfəttişliyinin apardığı bir monitorinqlər varmı? Yəni bunu da eşitmək istəyərdik sizdən. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əmək olmasına dövlət nəzarətini həyata keçirən orqandır. Və vətəndaşların müraciətləri də əsasən əmək münasibətləri, əmək hüquqlarının pozulması, əmək haqqının ödənilməməsi və yaxud əmək haqqının düzgün hesablanılmaması, son haqq hesabın ödənilməməsi və yaxud düzgün hesablanılmaması və ya daha çox iş saatı məsələsi var. Artıq iş saatlarına görə əlavə əmək haqqının ödənilməməsi ilə bağlı olur. Ümumiyyətlə, əmək hüquqlarının pozulması ilə bağlı müraciətlər daxil olur. Və vətəndaşların müraciətləri haqqında qanun tələblərinə uyğun olaraq daxil olmuş müraciətlər əsasında biz vətəndaşların müraciətlərini araşdırırıq. Bununla bağlı işə götürənə sorğu göndərilir, vətəndaşa aid müvafiq sənədlər tələb olunur. Daxil olmuş sənədlər vətəndaşlar tərəfindən təqdim edilmiş müvafiq sübutlar əsasında, yəni araşdırma aparılır, əmək qanunvericiliyinin tələbləri pozulduğu hallarda, inzibati xəta halı aşkar olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlanılır. Təqsirkar vəzifəli şəxs haqqında inzibati icraat başlanılaraq cərimə tətbiq olunur. Bununla bağlı, yəni cərimə tətbiq olunaraq işə götürən müvafiq göstərişlər verilir ki, bu göstərişlər əsasında vətəndaşların əmək hüquqları müdafiə olunur. Bərpa olunur. Burada bir məqam da var. Əminəm ki, tamaşaçılarımız içərisində çoxu bu mərhələdən keçib, söhbət nədən gedir? Hansısa bir qurumda, müəssisədə işə düzələrkən, yəni bu ilkin ola bilər ki, iş təcrübəsi ola bilər, müəyyən bir müddət əmək haqqı olmadan həmin şəxslər işlədilir. Yəni bu təbii ki, dəyişir qurumdan quruma. Bu 1 ayda ola bilir, 3 ayda, 6 ayda ola bilir. Bu qanunidirmi? Yəni həmin şəxsin ümumiyyətlə təcrübəsi olmasa belə işlədiyi müddətə görə işə götürəndən əmək haqqı tələb etmək hüququ varmı? Ümumiyyətlə, yəni əgər əmək münasibəti o vaxt yaranır ki, işçi ilə işə götürən arasında əmək müqaviləsi bağlandıqdan sonra əmək münasibəti yaranır. Əgər işə götürən tərəfindən işçi hər hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilirsə, bu zaman mütləq əmək müqaviləsi bağlanılmalıdır və rəsmiləşdirilməlidir. Və iş yeri hər hansı bir işlərin yerinə yetirilməsinə cəlb olunursa, bu artıq əmək haqqı ödənilməlidir. Və əmək münasibəti yaranıbsa, əmək haqqı ödənilməlidir. Məsələn, 53-cü maddədə, əmək məcəlləsinin 53-cü maddəsində də öz əksini tapır. Yəni, sınaq müddəti ilə işçi ilə işə götürən arasında əmək müqaviləsi bağlana bilər. Yəni, bu sınaq müddəti tərəflərin qarşılıqlı razılığı əsasında. Yəni, əgər işə götürən müəyyən etmək istəyirsə ki, işçinin peşəkarlıq səviyyəsi və ona uyğundursa, peşəkarlıq səviyyəsi, bununla bağlı sınaq müddəti ilə əmək müqaviləsi bağlanılır. Amma mütləq formada müqavilə olmalıdır. Müqavilə olmadığı təqdirdə qanunsuz və bununla bağlı da müraciət eləyə bilər. Digər bir önəmli məsələni də istəyirəm danışaq, Xalidə xanım. Əmək haqqının gecikdirilməsi ilə bağlı məqam. Bu, təbii ki, çox nadir hallarda ola bilir, deyə bilərik ki, müəyyən bir qurumlarda, müəssisələrdə, ancaq deyək ki, elə bir hallar oldu və uzun müddətdə oldu. Belə olan halda müraciət eləyə bilərmi vətəndaşlar? Əmək müfəttişliyinə yəni şikayət eləyə bilərlərmi? Bəli, şikayət edə bilərlər, müraciət edə bilərlər bununla bağlı. Niyə deyirəm? Yəni, əmək müqaviləsi işçi ilə işə götürən arasında bağlanarkən əmək müqaviləsinin hər iki tərəfin həm hüquqları, həm vəzifələri, həm də öhdəlikləri müəyyən edilir. Hər iki tərəf qarşılıqlı razılığa gəlir. Hansı məbləğdə əmək haqqı ödəniləcək, hansı tarixdə ödəniləcək, hər ayın hansı tarixində ödənilməlidir və bu öhdəliyi işə götürəndə əmək müqaviləsi müəyyən edilmiş həmin tarixlərdə əmək haqqını ödəməlidir. Yəni, işə götürənin maddi-mali vəziyyətindən asılı olmayaraq. Çünki bunu öhdəlik kimi götürmüşdür. Hər hansı bir gecikmələrlə də bağlı, yəni bu da İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə öz əksini tapır. Bu, əmək məzuniyyət haqlarının hesablanıb ödənilməsinin pozuntulara görə, yəni inzibati cərimə tətbiq oluna bilər. Bu arada, düzdür, qeyd etdi, sizə müraciətlər də olub.
Az öncə ona da toxunduq. Bununla bağlı monitorinqlər aparıldığını da qeyd etdiniz, işə götürənlərlə bağlı. Təşəkkür edirəm Xalidə xanım, minnətdaram sizə. Bizə aydınlatdığınız üçün belə bir məqamlarda. Əminəm ki, bundan çox az məlumatda olan vətəndaşlarımız da var idi, öz hüquqlarını çox az formada bilən. Düşünürəm ki, bu müzakirələrdən sonra müəyyən qədər məlumatlandıq, biz qarşıq. Təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun, xoş oldu bizə. Çox sağ olun. Təşəkkürlər. Bir daha xatırladım, hörmətli tamaşaçılar, həm söhbətimiz Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Xalidə Bayramova idi. Hansı məsələni müzakirə etdik ki, işə götürən müəyyən bir hallardan sui-istifadə edərək öz işçisinin əmək haqqısından tuta bilərmi? Hansı hallarda tutula bilər, hansı hallarda olmaz? Ümumiyyətlə, işçinin özünün işə götürən qarşılığında hansı hüquqları var, bunu bilməlidir. Vətəndaşlarımız bunu həm hüquqşünasımızla, həm də əmək müfəttişliyinin nümayəndəsi ilə bu məsələni müzakirə etməyə çalışdıq.